Azərbaycanın sanitariya və gigiyena qaydalarını və normalarını əhatə edən qanunvericilik nədən ibarətdir və onun əsas vəzifələri hansılardır? Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi əhalinin sağlamlığını qorumaq üçün bilavasitə yaradılmış qanunlar və qaydalar, habelə sağlamlığının qorunması müddəalarını özündə əks etdirən qanunlar və qaydalar toplusudur. Onun əsas vəzifələri: dövlət orqanlarından sıravi vətəndaşlara qədər hər kəsin bu sahədəki hüquq və vəzifələrini müəyyən etmək, insanları ətraf mühitin mənfi təsirlərindən qoruyaraq onların sanitariya epidemioloji salamatlığını təmin etmək, sanitariya qaydaları və normalarını, gigiyena normativlərini hazırlamaq və onlara əməl edilməsinə nəzarət sistemi yaratmaq, iqtisadi mexanizmlər vasitəsilə salamatlığı dəstəkləmək və qaydaları pozanlara məsuliyyət təmin etmək. Bu qanunvericilik hər bir şəraitdə və hallarda hər kəsin sağlamlığını qoruyan bir qanunlar toplusudur.